Salam şagirdlər, bugün biz coğrafiya dərsindən debat dərsimizi keçirdəcəyik. Debat dərsimizin mövzusu əsasən cəmiyyətdə sosiallaşma vacibdirmi? Bu haqdadır. Bir komanda bunu təsdiqləyəcək, yəni təsdiqləyəcək komanda söyləyəcək ki, sosial münasibətlər vacibdir, əsasdır. Digər komandanın üzvləri isə söyləyəcəklər ki, sosiallaşmaq elə də vacibdir və bu bütün şərhləri qiymətləndirən hakimlər qrupu bizə sonda öz fikirlərini bildirəcəklər. Şagirdlər, çox uzatmadan biz debat dərsimizi açıq elan edirik və debat dərsimizdə ilk öncə təsdiqləyici qrupa söz veririk. Buyur Gülər, öz fikrini bildir bu haqda, yəni sosial münasibətlər vacibdirmi və niyə? Mənim fikrimcə sosial münasibətlər vacibdir. Çünki sosial münasibətlər olmasa insanın özünə qapanması daha çox geniş yayılmış olacaqdır. Bəli, əgər deyirsən ki, sosial münasibətlər olmasa insanlar psixoloji cəhətdən depressiya keçirərlər. Təşkil edici komandanın fikri varmı bu fikir haqqında? Buyurun. Sosial əlaqələr olmasa insanlar inkişaf edə bilər. Təşkil edici qrupun görüşü yoxdur. Yəni istəmirsiniz də, yəni insanlar sosiallaşsın. Başqa əlavə etmək istəyirsiniz, fikri olan varmı? Buyurun. Mənim təsdiqləyici qrup səhvdir. İnsanlar yəni sosial əlaqə olmasa da mənim onlar evdə özləri çalışıb, yəni özləri hazırlaşa bilərlər. Yəni özləri, yəni sosial əlaqə olmadan da yəni inkişaf edə bilərlər. Oldu, yaxşı, sizdən eşidək. Belə deyirlər, sizin fikrinizə qarşı belə bir fikirləri var, buyurun. Yalandır. Məncə sosial əlaqələr olmasa insanlar bir-birləri ilə əlaqə qura bilməyəcəklər və beləliklə də dostlaşa bilməyəcəklər. Yəni dostluq əlaqələrində söyləyirsən ki, bu əsasdır, eləmi? Bəli. Başqa fikriniz əlavə etmək istəyən varsa buyurun. Mən düşünürəm ki, sosial həyat əvvəlcə ailədən, məktəbdən, qohum-əqrabadan gəlir. Bu da insanlar məsələn sosial həyat qurmasa, beləliklə daha da içinə qapanacaqlar və sosial həyat bu olmayacaqdır. Mən düşünürəm ki, mənim sosial həyat olsa daha yaxşı olar. Daha yaxşı olar. Əlavə fikriniz varsa buyurun. Mənim qarşı komandayla heç cür razı deyiləm. Sosial əlaqə olmasa insan inkişaf edə bilməz. Çünki mənim sosial əlaqə olmasa insan danışmağa digər bir şəxs olmadığına görə onun nitqi inkişaf etməyəcəkdir. Buna görə də qarşı komandaya deyirəm ki, çoxlu kitab oxuyun. Bəli. Nitq yəni inkişaf etməsindən ötəri kitab oxumaq vacibdir. Hamısı dedikləri yalandır. İnsanlar özlərində inkişaf edə bilərlər və bunlar sosial əlaqə olmadan deyirəm, onların dünya görüşü yoxdur və onlar savadsızdır. Yəni onların daha savadsız olduğunu söylüyorsunuz. Siz nə deyə bilərsiniz? Buyurun. Biz deyə bilərik ki, onlar bilmirlər, onun üçün də danışırlar. Onların komandası səhv deyirlər. Biz cəmiyyət içində olmadan da sosiallaşa bilərik. Yəni cəmiyyət içində olmadan necə sosiallaşa bilərsiniz? Məsələn, gün ərzində hansı işlərlə məşğul olursunuz? Sosialdan, təklikdə, yəni özündə. Tək başına gəzmək səni daha rahatdır, eləmi? Aydın. Siz izləyirsiniz də hakimlər. Öz qeydlərinizi aparın, indi sonunda fikrinizi ala bilirsiniz. Belə deyirlər, deyir, hətta biz təkcə gəzə bilərik və təkcə gəzməklə, yəni daha rahat, daha gözəl, daha inkişaf edə bilərik. Belə bir fikirləri var. Nə deyə bilərsiniz? Mən düşünürəm ki, təkcə gəzməklə mənim marağı olmur. Gərək yanında bir dost olsun, ondan söhbət edəsən. Yəni dost... Fərdi fikir çox önəmli deyil. Dost vacibdir. Mənim arada gəzə bilərsən, o da sosial həyatı sevməliyik. Biz sevirik. Aydın, bəli. Buyur. Mənim, onlar deyirlər ki, tək başına da sosiallaşmadan yaşaya bilərik. Bəs niyə bərabərdirlər? Onda da bir gerçək var, yəni komanda şəklində çıxış edirlər, eləmi? Yox, ay mənim, hər bir yalandır. Sosiallaşma olmasa heç bir dost ola bilməz, yaşamaq da olmaz. Aydın. Təşəkkür edirəm. Buyur. Mənim fərdin fikrinə hörmətlə yanaşırıq. Yəni onun öz fikrindən asılıdır. İstəyər tək gəzər, istəyər insanlarla birgə gəzər. Amma mənim bizim faktlarımız da var ki, sosial əlaqə olmasa insan inkişafı dayanır. Yəni mənim sosial əlaqə olmasa biz ölkəmizi digər ölkələrə tanıda bilməliyik. Bəli, faktımız da var. Bəli. Aydın. Təşəkkür edirəm. Nə deyə bilərsən bu fikrə qarşılıqlı? Sosial həyatda mən özüm tək başına gəzəndə elə ki, mən özüm də sosiallaşa bilərik. Həmçinin tək mən gəzəndə tək olanda insan daha da sosiallaşa bilər yəni. Yəni bu daha insan daha çox xoşbəxt edir. Fikirləşirsən, fikirdəsən. Buyur. Mən fərdin fikrini düz deyir. Fərid çünki müəllimi insanlar tək gəzə bilərlər və təbiətin səsinə qulaq asırlar.
Təbiətin səsini, yəni təkcə daha duymaq məqsədi daha rahat olur. Onlar səhv deyirlər və müəllim, buna görə də mən onların fikrinə hörmətlə yanaşıram, amma səhvdir bunlar demişdim. Aydındır, aydındır. Əyləşin. Başqa bir fikriniz varsa buyurun əlavə edə bilərsiniz. Yox fikriniz. Onda şagirdlər, biz bugünkü debatımızı yekunlaşdırırıq və son qərar olaraq siz yəqin ki, bayaqdan qeydlərinizi götürürsünüz, eləmi? Hörmətli hakimlər. Hər birini diqqətlə dinlədiniz. Əla. Onda qiymətləndirməyə keçək biz. Ondan sonra da yekun nəticəni sizə açıqlayacağıq. Bəli, artıq yekun qərar hakimlər tərəfindən yazılıb, qeyd edilib. Deməli, hansı meyarlar əsasında qiymətləndirməmiz var? Emosionallıq, faktlara əsaslanma, nitqin səlisliyi və inandırıcılıq qabiliyyəti. Artıq nəticələri mən görürəm və artıq nəticələri elan etməkdən ötəri son söz hakimlərdədir. Kim açıqlamaq istəyir qərarı? Buyur. Ay müəllim, mən bayaqdan bunlara qulaq asıram. Məncə sosiallaşmaq daha önəmlidir. Əgər sosiallaşmaq olmasa, dünyada belə dostluq, yaxınlıq olmazdı. Ona görə də müəllim, emosiyaya təsdiq edici komandaya 10 verir. 10 bal vermişəm. Əla. Bəs o birisi komandaya? 5. O birisi komandaya 5. Haqsızsınız. Aha, bəli. Daha sonra o birisi meyarlar üzrə, o biri meyarlar üzrə faktlara əsaslanmada neçə bal verdiniz? Mən faktlara Əsaslanmada, bəli. Anlamada var. Tasdik tasdik ediciyə mənim 10 verdik. Bəli. Tərkib Təksib edici komandaya da, bəli. 6. 6 bal. Bəli, məncə ədalətli qərardır. Növbəti meyara ver, yoldaş. Bəli. Mən nitqin təsdiq edici mən 9 bal verdik. Təkrib ediciyə mən Təksib ediciyə də neçə bal? 7 bal ver. Nə hansı meyar üzrə? mənim nitq Nitqin səlisliyinə görə, bəli, ən inandırıcı qabiliyyətinə görə də uşaqlar. Ən son qiyməti mən özüm vermişəm. İnandırıcı qabiliyyətinə görə təsdiq edici komanda 10 bal, təsdiq edici komanda isə 5 bal. Və yekun nəticədə uşaqlar bugünkü günün qalibi təsdiq edici komanda oldu. Təbrik edirik. Amma şagirdlər, mən sizə deyim ki, bu debatlar çox çətin idi mövzusu. Ona görə də təşkil edici komanda, yəni baxmayaraq ki, yəni qalib olmasalar da çox çalışdılar. Onlara da təşəkkürümüzü bildirək. Hər birinizə təşəkkür edirəm uşaqlar, çox yaxşı iştirak etdiyinizə görə. Sağ olun, gələn dərsə qədər. Sağ olun.